siyasi camiədə vücuda gəlib, benam inqilab, məşrutiyyət və onun nəticəsindədir ki, büyünlər, məsələn, biz görürük Səttarxan, məsələn, Hüseyin xan Bağbansı, Hüseyin xan Bağban şahid inqilab məşrut olmasaydı ilə Qor Hacı Mirza Fərşinin ilə Bağbanı qalacaqdı. Yaxşı. Və əslən şəxsiyyət söhbətidir. Mən istəyəm deyəm ki, bu bəhs bizim camiədə icra bu ki, zimnin ki, şəxsiyyətlərimizi, ordu bəlgəsi gəlirdik, şəxsiyyətlərimizə biz ərziş qayılıq, hörmət qayılıq və əsli qəziyyəni işlək yadımızdan çıxartmıyor. Bu da inqilab məşrutiyyətidir və onun da nədir olması, nədir vücuda gəlməsini dostlar Şəmobiş bilindir. Yəni, bu cür bir məqsəd ki, şayət deyəsiniz ki, məşrutiyyət kitabların bəzi yazdığına görə elə o zamandan ittifaq düşdü ki, Tehranda məsələn bir nəfər gəldi, tacirləri bağladı, nə bilim, çubuq fələt elədi, deyil. Məncə deyiləm, məşrutiyyəni deyəndə, deyək, məşrutiyyət Abbas Mirzanın o sualından vücuda gəldi ki, fərənci, biz niyə qalmışıq? Oradan bu camiə, həman o İranın üstəncilərindən, bu camiə oradan düşünməyə başlayır. Çok böyük sualdır, çok böyük orada bizim camiədir. Bəs Abbas Mirzə sualı soruşur və onun boşbəndi, dünya təhəvvülatı və Qacarlarda olan bu istəklər bais olur ki, biz inqilab məşrutiyyədir. İnqilab məşrutiyyət bərəndazanı inqilab deyil. Yəni, gəlməyib ki, bir dənə sistemi aradan aparsın, taza bir sistem qoşsun. Əgər bu fikirdə olsa, onda Pəhləvinin iş üstə gəlməni kamilən biz tozih edirik. Yaxşı, məsələn, Əşrəf Pəhləvi deyərdi, mən Napoleon Bonaparte əlaqəm var. Deyərdi də, niyə deyərdi ki, çünki onun da, çünki Napoleon'da İnqilabi Şəbili Fəransənin varisi oldu. Mənim dədəm də. Onun tabloları və sənin onun şəxsiyyətinə əlaqəsi vardı. Dəhəl ki, məşrutiyyət bu cür deyil. Məşrutiyyət islahı saxtarı feili camiə və beruzkərdən el məsələdir. Bunu biraz o zərif bir müştəridir ki, biz məşrutə, pəjurda buna görə çox diqqətimiz olsun. Məşrutə gəlməyib, yıxsın, dağılsın, zirozəbəl eləsin, aradan aparsın, qan töksün, heydam eləsin. Ya, məsələn, bizə xan kimi iş üstünə gələndə, əvvəlin bəndə, bir dənə altı bəndə bizə versin, hökm eləyir. O kimi ikona, məruf, bu da tarixdə bu hökmvarımızdır bizim də. Bəs məşrutə bu cür bir zat, məşrutə gəlib, İslah o sistemi. Yəni, biz sala mən bir balaca qeydimdarda çox bir qolu bəhsidən eşiyə çıxmayıb. Bir dənə sünnət hökmranı varımız bizim İslamda görünür. İstəyək biz şəxsiyyətlərdən xaric edərək, deyək ki, Şeyx Səvimi var və onun davası inqilab məşrutiyyət var. İnqilab məşrutiyyət bu cür adamları gətirib ərsiyə çıxardı. Bu 13-dən düşünsək, biz şəxsiyyətlərimizin morunda həmişə münsifana qəzarət edəcək, nə ifrət edəcək, nə təfriq. Və bu ifrət təfriq məsələsi bizim camiəmizdə təəssüflə varımızdır. Hala mən icazənizlə o Şeyx Səlimin naməsindən 2-3 mövzunu oxuyacağım, çox yox. Və sonra gələn bu deyir ki, əgər ayı Eynotdoğlu'dan da söhbət edir. Deyir ki, məsələn, deyəm ayı Eynotdoğlu, bir belə sən pul yığırsan, niyə islah yolunda xərcləmirsən bu pulları? Nə sərbaz var, nə məmləkət var, nə millət tanıysan, nə qoşun var, nə xəzanən var, nə top var, nə tüfək var. Bunları Eynotdoğlu'ya deyir, Eynotdoğlu mənə təhvil aldı filan. Bu adam o qədər sərahətinə, o qədər roşdu bu adam. Bir də onu pərdə qoşuyu, hər əvvəl bu mətni oxuyasınız, ahirin hamısını yazıb, bağmən bəd şöd. Ağayan bağmən bəd şödə. O elə bunun muizələrində də var. Bunun təbrizdə danışıqlarında da var bu adam. Bir deyəm, bu cür filan elədim, nə cür eləyədim, nə ədalət izləyirsən, nə qanun var, nə filan var, nə şükür. Ya, baxdı mənə deyildi, qəriblər, sən bir sözlər mənə deyəsin. Şarlatan bazı qəşək istidat işlədim. Şarlatan bazı ki, bizim camiədə bir qeydətlər işlədimlər, ənva əqsamzatlarda. Bu Şeyx Səlimin işində. Məncə bu Şeyx Səlimin bu müxtəsər naməsi ilə
tapmaq olar, tanımaq olar ki, Şeyx Səlim dəqiqən nəticdə bir adamdır. Bu adam istəyir nə mənə deyə. Və hətta demək olar, onun ölüm illətində buradan elə çıxartmaq olar ki, yəni bir nəfər yoxdur bunun o inqidadından həm istiqbal eləmirlər, həm də ki, düşmən becərdir. O sərahəti ləhcə ki, bu adamda var, həmin o məsələ ki, məruf məsələdir, o şəbat məsələ filan deyirlər, aydın buyuran kimi. Baxın, biz deyirəm ifrat təfrid caməsi, yəni bu ki, bir zaman olur, hər nə mənə demişiz ki, nə ittifaq bu camədə düşüb, hasil təlaş bir tezat roşənlikdə adamlar. Bir zaman da demişik ki, o roşənlikdə bu tərəfdə dursunlar. Bu, məsələn, bu eşrə sünnətinin nəticəsidir, nəticə əməlidir. Dərhal ki, o cür deyil, bunlar bedevistanlardılar. Bir-birinə alver ediblər, bir-birinə kömək olublar. Məsələn, nümunəsi bizim Şeyx Səlimin o işlərindən biri Təbrizdə, özüzdə bu adam Qurbanı nümayəndə təbəqi əsnaf. Əsas o nizamnamə intixabı camən 6 yerə bölündü. Təbəqat-ı şişdanə deyirlər, təbəqat setlə deyirlər. İntixabat olandan sonra Şeyx Səlim nümayəndə əsnaf intixabı olur. Nümayəndə əsnaf intixabı olur və sonra da şala binavi dəlayı deyirlər ki, Təbrizdə bunun olmasına məruf niyaz vardı, filan vardı. Bu eləyə bilmir Təbrizdən çıxsın, geçsin. Yəni, istəyəm o, bir dənə o amarı, o intixabat zadını deyəm, ona görə atlarım, bəşliyim, bəli. 314 saydı. Bəli, bu adam bana o deyir ki, Ruzname əncüməndə yazır ki, əncümənin sal əvvəlində. Deyir, bəli, təbəqi topcar filan kəsdə rəy gətirirlər. Təbəqi əsnaf calıbdır ki, Porşurtəyin intixabat və Portərəfdartəyin geçri camərinin Hacı Mirza İbrahim var, 416 rəy gətirir, Hacı Mirza var, fərşi ki, nümayəndə olursa 323 dana, Şeyx Səlim 314 dana və Ahmedi Asiyyə Həsən təğyirlərdə 185 dana rəy gətirilir. Bu Ruznameyi əncümənin yazdırdı filan. Bu adam nümayəndə intixab olur, bu adam etimad var şəhərdə. Bu Şeyx Səlim olmanda bir adama şəhərdə etimad var. Özdə o təbəqələr ki, yüzdə qanuni əsas deyirlər.